Bir neçə ildir ki, məhkəmələrdə səhv bir təcrübə formalaşıb, o barədə qısa bir məlumat vermək istəyirdim. Qızıl zinət əşyalarının tələbi ilə bağlı işlərə baxılarkən məhkəmələrdə sadəcə foto şəkillərə baxıb, həmin şəkillər əsasında qızılların dəyərini müəyyən etmək üçün məhkəmə tərəfindən özəl qiymətləndirici şirkətlərə iş göndərilir. Və necə olursa, həmin şirkətlər qızılların sadəcə şəkillərinə, bəzi hallarda isə tərəfin onlara verdiyi məlumatlar əsasında qızılın dəyərini müəyyən edir. Sual yaranır, qızılın özü olmadığı halda sadəcə şəkilə baxıb, qiymətləndirici tərəfindən onun çəkisi, əyarı necə müəyyən olunur və onun ümumi dəyəri çıxarılır. Və sonrasında da əksər işlərdə məhkəmələr bu növ iddiaları təmin edir. Yəni mövcudluğunu belə sübut olunmadığı halda sadəcə foto şəkilə baxıb məhkəmələr qərar çıxarır. Bir neçə il bundan əvvəl Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi məhkəmələrə məktub göndərmişdi. İcmal məktubunda hansında ki qeyd olunurdu ki, fotoşəkillər əsasında qızılın əyarını, çəkisini və dəyərini müəyyən edilməsi qeyri-mümkün olduğundan məhkəmələrə tövsiyə edilmiş ki, bu növ işləri Ədliyyənin Ekspertiza Mərkəzinə göndərilməsin. Amma hazırda özəl şirkətlər var ki, hansı ki qiymətləndirmə fəaliyyətindən məşğuldurlar və onlar rahatçılıqla şəkillər əsasında rəy verirlər. Sadəcə təcrübəyə əsaslanıb bütün məhkəmələrdə bu növ iddialar baxılır və işə baxan hansısa bir hakim artıq təcrübəyə istinad edib qərar çıxartmağı qanuni və əsaslı hesab oluna bilməz. Praktika onu göstərir ki, əvvəllər də hansı işlər üzrə məhkəmə təcrübələri formalaşıbdır, lakin ali məhkəmənin qərarı ilə və Konstitusiya Məhkəməsinin qərarından mövcud təcrübə dəyişdirilmişdir və bunun səhv olduğu ortaya çıxdığı hallar olubdur. Və hesab edirəm ki, bu qızıl zinət əşyalarla bağlı işlərdə də nə vaxtsa bir müvafiq bir qərar çıxandan sonra artıq bu məsələ öz həllini tapacaq.